Salam əziz həmkarlar. Səriştə əsaslı tapşırıqların hazırlanması, dərin bilik səviyyələri. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı seçməliyəm. Dərin bilik səviyyələri çərçivəsində müəllimlərə tapşırıqları mövzu uyğunluğuna görə deyil, tələb etdiyi düşünmə dərinliyinə görə qiymətləndirmə imkanı verir, bəli. Biz burada deyirdik ki, şagirdin düşünməsi nəzərə alınmalıdır. DBS modelinə görə şagirdin tənqidi düşünmə və problem həll etmə bacarıqları yalnız 4-cü səviyyə tapşırıqları vasitəsilə inkişaf edir, xeyr. 3-cü səviyyədə də var, 2-ci səviyyədə də var. DBS çərçivəsində müəllimlər üçün idrak mürəkkəbliyini müzakirə etmək, planlaşdırmaq məqsədi ilə ortaq peşəkar dil formalaşdırır, bu doğrudur. DBS-nin əsas məqsədi bütün şagirdlər üçün eyni səviyyəli tapşırıqlar hazırlamaq, tədrisi standartlaşdırmaq, bax bu səhv bir fikirdir. Deməli oldu A variantı 1-4. Tapşırıqda dərin bilik səviyyəsinin hansı meyara əsasən müəyyən edilir? Tapşırıq məzmunun həcminə və mövzunun çətinlik dərəcəsinə, xeyr. Tapşırığın yerinə yetirilməsi üçün tələb olunan vaxtın uzunluğuna görə, xeyr. Tapşırığı yerinə yetirərkən şagirdin icra etdiyi idrak əməliyyatlar xarakteri və dərinliyinə görə C variantı. Tapşırıqda istifadə olunan fənlərarası əlaqələrin sayına görə, xeyr. Tapşırığın şagird üçün nə dərəcədə maraqlı olmasına görə, xeyr. Biz dərin bilik səviyyəsini 4 yerə bölmüşdük. Xatırlama, bacarıqlar və anlayışlar, strateji düşünmə, bir də genişləndirilmiş düşünmə. Yəni, tapşırığın idrak baxımından dərinliyinə və xarakterinə görə müəyyən olunur. Dərin bilik səviyyəsinə görə uzun müddətli tapşırıqların avtomatik olaraq genişləndirilmiş düşünmə hesab edilməsinin əsas səbəbi hansıdır? Uzun müddətli tapşırıqlar əsasən summativ qiymətləndirmə məqsədi ilə istifadə olunması, xeyr. Tapşırığın icrasına sərf olunan zamanın idrak mürəkkəbliyini etibarlı şəkildə əks etdirməməsi. 4-cü bu qalsın. 4-cü səviyyə tapşırıqların yalnız layihə əsaslı öyrənmə modelinə tətbiq olunması. Nə deyir? Deyir, dərin bilik səviyyəsinə əsasən uzun müddətli tapşırıqların avtomatik olaraq genişləndirilmiş düşünmə hesab edilməməsinin əsas səbəbi nədir? Onda B variantı olacaq. Tapşırığın icrasına sərf olunan zamanın idrak mürəkkəbliyinin etibarlı şəkildə əks etdirməməsi. Bu da eləyir B variantı. Dərin bilik səviyyəsinə uyğunlaşdırın. Aha, gəlin biz bunu uyğunlaşdıraq. Deməli, şagird verilmiş mətndən iqlim dəyişikliklərinə səbəb olan amilləri tapmaq və qruplaşdırmaq. Bu ikinci mərhələ, bacarıq və anlayışlar. Seçilmiş regionda iqlim dəyişikliklərin kənd təsərrüfatına təsirini müəyyən etmək üçün plan hazırlayın. Nəticələri dəyərləndirib uyğun davamlı şəkildə modelini təklif edin. Bu da yaradıcı düşünmə var, bu da olur genişləndirilmiş. Yer kürəsinin əsas iqlim qurşağının adlarını yazın, bu xatırlamadır. Əsaslandırın feili də strateji düşünmənin açar sözüdür. 1-ə C, 2-a, 3-ə D, 4-ə B. Bu da oldu A variantı. Bilik səviyyəsini biz buradan uyğunlaşdırmalıyıq. Gəlin buradan bir-bir uyğunlaşdıraq. Baxın, şagird müxtəlif elmi mənbələrdən istifadə edərək iqlim dəyişikliyinin kənd təsərrüfatına sağlamlıq və miqrasiya sahələrinin təsirini çərçivəsində araşdırır, sintez olunmuş nəticə təqdim edir. Burada bir yaradıcılıq var, bu genişləndirilmiş düşünmədir. Şagird verilmiş qaydanı yeni, əvvəlcədən əsaslandırın, strateji düşünmənin açar sözüdür. 3-ə uyğundur B. Daha sonra şagirdlərdən istixana qazanlarından ikisinin adını sadalamaq tələb olunur, bu xatırlamadır. Şagird verilmiş qrafik əsasında temperaturun artmasının əsas tendensiyasını izah edirlər. Bu da bacarıq və anlayışlardır. 1-ə C, 2-ə D, 3-ə B, 4-ə A. Bu da elədi D variantı. Dərin bilik səviyyələri çərçivəsində əsas məqsədi aşağıdakılardan hansı daha dəqiqdir? Dərinliyə görə də, məsələn, tədris tapşırıq məzmunun həcminə və terminoloji mürəkkəbliyinə görə səciyyələndirmək deyir. Tapşırığı yerinə yetirmək üçün tələb olunan vaxt və fəaliyyət addımlarının sayına görə xeyr.
şagird üçün nə dərəcədə çətin göründüyünü xeyir, tapşırıq şagirdin yerinə yetirə biləcəkləri idrak düşünmə dərinliyinə görə sistemli şəkildə təsnif etmək elə D variantı aiddir. Aşağıdakı tapşırıqlardan hansı strateji düşünmə 3-cü səviyyəni tələb edir? Əsaslandır açar sözünü görün. Elə mən buradan C variantını görürəm. Səbəblərini əsaslandırır. Bax, deyir, verilmiş anlayışı oxu və onun əsas xüsusiyyətini sadala. Bu birinci səviyyədir. Verilmiş iki anlayışı müqayisə et və oxşar fərqli cəhətlərini cədvəl şəklində göstər. Bu ikinci səviyyədir, bacarıq və anlayış. Müxtəlif mənbələrdə əldə edilən məlumatları birləşdirərək problemin həll modelini hazırla. Burada yaradıcılıq var, dördüncü səviyyə. Verilmiş məlumatları qruplaşdır. Hər qrup üçün başlıq seç, qısa şəkildə izah et. Bu da ikinci səviyyəyə aiddir. Çətinliyi və idrak mürəkkəbliyi anlayışının eyniləşdirilməməsinin əsas nəzəri səbəbi hansıdır? Çətin tapşırıqlar adətən daha çox vaxt tələb edir, xeyr. Tapşırıqların çətinliyi əsasən texniki bacarıqlarının səviyyəsi ilə, idrak mürəkkəbliyi ilə, düşünmə əməliyyatlarının dərinliyi ilə müəyyən edilir. Elə B variantı aiddir. Əsasən deyir, dərin bir strateji düşünmə, yəni mən 3-cü səviyyəni tapmalıyam. Şagird faktları xadarlayır, birinci səviyyədə xatırlama. Verilmiş qaydanı birbaşa tətbiq edir. Nümunəyə baxaraq oxşar tapşırıqları eyni üsulla edir. Bu da birinci səviyyədə birbaşa tətbiq. Müəllim göstərdiyi ardıcıllığı izləyərək çoxmərhələli tapşırıqları mexaniki şəkildə yerinə yetirir, ikinci səviyyə. Şagird müxtəlif mənbələrdən əldə edilmiş məlumatları müqayisə edir. Əsaslandırılmış nəticə çıxarır, izah edir, üçüncü səviyyə. Şagird əsas anlayışları sadalayır, bu da birinci səviyyəyə aiddir. Doğruda uyğunluğu deyir. Doğrudan mən doğrunu, yanlışdan yanlışı tapmalıyam. Şagird bilikləri yalnız xatırlaması deyil, onların təhlil etməsini, əlaqələndirilməsini, əsaslandırılmış qərarlar verməsini və mürəkkəb problemi strateji yanaşmasını təmin edir, düzdür. Biliyin mərhələli şəkildə mənimsəməsini nəzərdə tutur və bu vəziyyətdə əsas məqsəd öyrədilmiş qaydanı ardıcıllıq səhvdir bu. Şagirdin təqdim olunan tapşırıqları mövcud qaydaya və şəkildə bu da səhvdir, mövcud qayda vermir. Təlimdə şagirdin fərqli məlumat mənbələrinin inteqrasiya etməsini, alternativ həll yollarının qiymətləndirilməsini, seçdiyi yanaşmanın məntiqi arqumentlə əsaslandırılmasını ön plana çıxarır, bu da doğrudur. Doğrumdan 1, yanlışımdan 3. Bu da oldu A variantı.